Herkese salam, kanalıma, videoma xoş gəlmisiniz. Sizinlə yeni bir vloga başlayırıq. Orada məktəb getdim. Burada isə qardaşımla dükana gedirik. Burada isə anam işdən çıxanda mənə dedi ki, Zəhra çıx yuxarı. Yuxarıdakı dükandan görsünüz belə yüngülvari bazarlıq edirik və bu da səhər məktəbə gedəndə çəkmişdim. Görürsünüz hava necə buludludur və bu mən məktəbə gedənə qədər servisdən getdiyim üçün yolda, yəni ki bütün məktəbin yolu belə dumanlı idi. İlk dəfə belə dumanlı gördüm. Burada isə məktəbdən çıxanda getdim, işıq yüklədim. Dostlar, istədim bu hissələri sizlərlə maraqlı bir şəkildə danışaq və yəni ki, belə bir yerlərin, yəni biraz sıxıcı olan yerlərin daha tez keçməsi üçün məncə belə üstündən maraqlı bir şey danışıb səs yazmaq məncə sizə daha sevindirər. Yəni daha çox videonu izləməyi istəyinizi artırar daha doğrusu. Deməli, bugün nədən danışacağım? Biraz özümü qəribə hiss edirəm. Çünki belə yəni ki, blogerlərdə falan görmüşəm belə, məsəl üçün Aykada, onu çox izləyirəm, xoşuma gəlir. Ona görə ondan da özümə bir örnək götürmək istədim həm də. Bugün istəyirəm ki, sizə mağazalarda falan gedəndə, yəni mən özüm necəyəm, necə alış-veriş eləyirəm. Yəni bəzi insanlar var ki, kaprizli olur, bəziləri çox rahat olur, mənim anam kimi rahat. Elə alır, girir, alır, çıxır da. Amma mən çox bir şeyi yəni gec bir şey bəyənirəm də. Yəni hər şeyi bəyənən bir insan olmadığım üçün biraz gec olur və mənim də mağazalarda ən sevmədiyim bu satıcı tipi adam ağzının içinə girirlər belə də, yəni və adamı bezdirirlər. Yəni mən o mağazanı xoşlayıram ki, satıcı adamı deyib dolaşmır da. Yəni bəzi mağazalarda var. Yəni satıcı özünü daha öldürür də. Yəni mən bu haqda onları qınamıram. Çünki onların işidir bu. Müştərilə ilgilənmək. Amma mən xoşlamıram. Çünki mən çox hər şey bəyənmədiyim üçün istəyirəm ki, özüm seçim. Çünki başqalarına da əziyyət verməyi xoşlamıram. Anam da elədi, mənə gedir, gəlib nəysə göstər eləyim. Sizin bir kurtkanı mən 2 saata yəni ki bəyənmişdim də o. İndi aldığım kurtkanı da keçən vlogda. Yəni mən xoşlayıram ki, mən alış-veriş eləyəndə nəsə alanda heç kim mənə deməsin ki, bunu istəyirsən, buna da bax. Çünki yəni mən hər bir şeyi görürəm. Yəni normal bir insan olaraq hər bir malı belə deyim də görürəm də. Hər bir tutqanı, hər bir köynəyi, nə bilim nə alıramsa da indi. Və dediyim kimi heç sevmirəm kimsə mənə dəqiqdən bir şey eləyəndə. Çünki yəni mən istəmirəm kiməsə əziyyət verim. Mən onu bəyənmirəm deyə öz seçdiyimdən başqa heç nəyi bəyənmədiyim üçün başqalarına da əziyyət verməyi istəmirəm deyə xoşuma gəlmir belə şeylər. Siz də inşallah yorumlar açıq olsa yazarsınız ya da short videoların altına yazarsınız ki, bəs siz necəsiniz? Mənə kimi biraz kaprizlisiniz və ya daha doğrusu biraz səs yazanda bir heyecanlanıram. Yəni normalde belə deyiləm əslində. Və heyecanlandığım üçün də belə bəzi sözləri çaşıb səhv deyirəm. Bu arada videom, yəni bu kadrın əvvəlində deyəcəkdim, anam burada bulka eləyir bizə. Sonra mən gəldim məktəbdən, yeməyimi qoydum qızmağa. Bunların səsindən məni eşidəcəksiniz ya yox. Şimdi biraz su aldım. Belə. Qatığımı da çıxartdım. İndi bundan yiyəcəm və dalaşlarımız baxmayın. Və baş kadrı gördüyünüz kimi məktəbimizdə olan Zəfər gününə aid şey çəkmişdim. Düzdür, şimdi ayın 13'üdür. Sadəcə yəni belə. Əsl Zəfər günündə eləmişdilər onu. Sadəcə bugün bəlkə birdən nə çəksəm söz deyəm. Mesela düşündüm ki, yəni zaten şeydə mən çıxıram da dərsini çıxarıb çəkə bilərəm onu. Belə. Şimdi mən də qızdırım. Çox qəşəng düzəltmişlər, çox qəşəng əl işləri vardı. Sizə də göstərdim zaten, gördük. Xoşuma gəldi. Şimdi belə mən burada sizə yeməyimi yiyeyim. Ondan sonra baxaram nə yiyəcəm. Bu məktəb məni o qədər yorur ki də, yəni ki, elə çox az çəkirəm. Yəni bir vlog elə olur ki, 10-15 günün vlogu falan olur. Çünki hər gün uzağa bir-iki kadr çəkirəm. Maraqlı, məsəl üçün dünən
anam bulka pişirdi, onu çəkdim deyə kadrı biraz çoxaldı. Amma belə məktəb yorğunluğu falan bəzi işlərdə mənə düşür deyə ona görə biraz YouTube'u çox da şey eləmirəm, amma yəni çalıştığım qədər abunə sayısı artanda vəbşə sevinirəm təbii ki də. Gəlin qarışdırım onu. Və özümü abunələrlə belə motivasiya eləyib qəşəng vloglar çəkməyə çalışıram. Siz də bunun qarşılığında mütləq kanala abunə olun, video like atın, bizə dəstək olun ki, YouTube ailemiz daha da böyüsün. Bu da bizim kahvaltı süfrəmiz. Uşaqlar gördüyünüz kimi belə plaza pişirdim, onu dağıdıb şeylərdim. Çay, pendir və sahibsizlərə baxa-baxa yeyirik. Mama, bacı. Ben kaldırım görün şimdi. R.O. R.O. Getir seni. Нет, вам больше нет? Ну, все понятно, так что... Bu mecimde. Olmaz. Çal da verin. Mənə bax, short qablar da ver. Qəşəng. Burasını bəzək tərəf eləyir üstünü. Qəhvə yoğun deyil bu rənginə. Tam axıra kimi batırma həyat. Abi ne ben koyayım? Deyir qutardım. Bunu arkaya Can tez ol, ölürəm. nasıl aklıma gelmiştir? Nereye? De bura koy. Bak buraya biraz boşluk var. Hı. İki tane daha. Bir işləmir o. Yox, elə yox həyatım. Bu belədir. Kemal gəl. Gəl sən. Söndürüm temizleyeyim. Halım yox deyil. Hamımız yorğunum. Sevdiğim koy. O şey yani gaz yandıran yanmır o. Yanır. Ha? Getireyim onu. Onu getir.
Sonra da yanır elə ana. Oo, günün mübarək. Qorxdun? Ada iki kişi səni sandalyeyə qorxursan. Ha popülist en büyük arzulu denen. Neden büyük? Başına sürtmədi o vilkanı. Sardan düz çəkmə, oradan əri çəkir. Nasıl Zəhra? O, ver mənə. Ne düz zavattan var. Dur babana tortun şəklini çəkin. Saçı düzel rice koymuşuz. Buyurun. Bir tərəf gətir oradan tez. Şam əriyib olacaq tortun içinə. Nə Ya gətirim? bura elinle bili. Ərav gətir mənə yox. Happy baby. Ha. Ad günün mübarək. Canan, gülə də. Ay, o üflə. Maşallah. Ay, neyirsən? Dilinle üfle Kenan. Kenan. Dilimi yapıştır. Hazır. Arkadaşlar bakın. Şimdi böyle de çekeceğim bana. Sana böyle. O böyle çekeceğim sen de. Boğaz yolundan necek ediyorum. Ben de bir açık daha yapalım. Ay baba bu diyen Ne sevk karşılayıp Cem de var. Bugün danstan adına biz bugün tuzlukundan aldık. Bakın. Bu. Bu Zeynep mi? Çok mutlu musun? Yok. Bu da Zehra. Sağ olun. Olabilir nasıl olsun? Testlerde lazım olur. Testlerde valla. Ama hazır müəllimə deyir ki, karandaşla yazsın. Sen gedəndə mi alalım? Sen təzə karandaşın dərdindəsən. Ağıldakini de tez yiyin. O saat ayın 19-dan hamıya salam. İndi mən şey eləyəcəm, makaron bişirəcəm. Bu makarondan istifadə eləyəcəm. Anamdan qatıq da almışdı, qəşəng yeyəcəyik ondan. İndi töküm, sizə çəkərəm.